neçə kütləvi informasiya vasitələrində və sosial şəbəkələrdə valyuta dəyişmə məntəqələrinin bəzilərində Rus rublunun qəbul edilməməsi haqqında xəbərlər yayılıb. Bunun səbəbi kimi rublun məzənnəsinin çox kəskin aşağı düşməsi göstərilir. Amma mütəxəssislər hesab edirlər ki, mübadilə məntəqələrinin belə addım atması mümkün deyil. Məzənnənin aşağı düşməsindən qazananlar da var. Bir neçə vətəndaş özündə olan Rus rublunu dəyişmək istəyərkən məntəqələrdə bundan imtina edilməsi halları ilə rastlaşdığını deyir. Üz tutduğumuz mübadilə şöbələrinin əksəriyyətində məlumatı təkzib etdilər. Onların sözlərinə görə məzənnədən asılı olmayaraq rubl alınır, amma insanlarda bu valyutaya olan tələbat aşağı düşüb. Qəbul olunur, yalan sözdür. Hər bütün amillər qəbul edir, satır. Əvvəl çox idi, indi gətirən də azdır. Alandakı tələbat uyğun alınır. Çünki oradan mal alır, onlar alır. Amma bəzi əməkdaşlar Rus valyutasının sonraki aqibəti ilə bağlı gözləntilərinin mənfi olması səbəbindən onu böyük həcmdə almağa ehtiyat etdiklərini gizlətmədilər. Hətta rublun məzənnəsinin kəskin dəyişməsindən bir gündə xeyli ziyana düşən valyuta dəyişmə məntəqələrinin sahibləri də var. Əllərində olan Rus rublunu satmaqda çətinlik çəkən vətəndaşlara isə ekspertlər məsləhət görür ki, mübadilə üçün bankların şöbələrinə yaxınlaşsınlar. Çünki bu qurumların fəaliyyətinə nəzarət daha güclü olduğundan onlar rublu dəyişməkdən imtina edə bilməzlər. Hazırda 1000 rubl 14,5 manata alınır, 14,8 manata satılır. Məzənnənin aşağı düşməsindən itirən isə Rusiyada bizneslə məşğul olan, orada pul qazanan Azərbaycanlılardır. Amma rublun ucuzlaşmasından qazananlar da var. Burada kvartirat ev yası var. O kvartira verir evi. Ben her ay bunun pulunu alıram, buradan ona daha da xeyirdir. Çünkü Rus pulu indi daha çox alırım. Həmişə alırdım, mesela 24 mi, indi alıram 14 mi. Həm vətəndaşların, həm də valyuta alış-satışı ilə məşğul olanların rublla bağlı gözləntiləri heç də müsbət deyil. Ümumiyyətlə Azərbaycanda bu valyutanı etibarlı saymırlar.